Elman müəllim, bu qeyd etdiklərimin fonunda Ermənistandakı son vəziyyəti şərh etsəniz, necə görürsünüz bu seçki prosesindəki vəziyyəti və bundan sonraki hadisələri necə şərh edərdiniz? Əvvəl onu qeyd edeyim ki, Ermənistan qanunvericiliyinə görə təbliğat, təşviqat kampaniyası seçki ilə bağlı bir ay müddətində baş verir. Və artıq sabah sükut günüdür. Yəni, bütün bu təbliğat prosesi bugün yekunlaşmalıdır. Və indi bu seçkini iqtidarın və müxalifətin mübarizəsi və bu mübarizədə kimin qalib gəlməz kimi qiymətləndirsək, bu biraz məsələyə sadə yanaşmaq olardı. Əslində, çox ciddi qlobal siyasi proseslərə, necə deyərlər, gətirib çıxara biləcək bir seçkinin biz nəticələrini gözləyəcəyik. Çünki hakimiyyətə əgər revanşlar gələrsə, bu ümumiyyətlə Ermənistanın xarici siyasətində köklü dəyişiklikləri labüd edə bilir. Yox, Paşinyan hakimiyyətdə qalarsa, bu deməkdir ki, Paşinyan addım-addım, yəni birbaşa da olmasa, biz Rusiyadan üz döndəririk ifadəsini işlətməsə də, amma addım-addım Qərbə, Avropa İttifaqına və NATO-ya inteqrasiya xəttini həyata keçirəcək. Bu bəlli həqiqətlər belə olmasaydı, deməli, may ayının 29-da Astana şəhərində Avrasiya İqtisadi Birliyinin zirvə toplantısında Rusiya, Belarus, Qazaxıstan və Qırğızstan siyasi liderlərinin Paşinyana bir müraciəti qəbul olundu. Halbuki Paşinyan o tədbirə qatılmamışdı. Sual çox aydın şəkildə qoyulmuşdu. Seçim elə ya Avropa İttifaqı, ya Avrasiya İqtisadi Birliyi. Bu şəkildə seçim və paralel şəkildə də erməni məhsullarının idxalına qadağanın qoyulması. Ermənistan təhdid edilir ki, Rusiya sizə 1000 kubmetr qazı $170 təxminən bu qiymətə satır. Amma Avropa bazarında bundan qat-qat bahadır və belə olacağı təqdirdə unutmayın ki, sizin Ermənistanın qaza olan tələbatının 84%-ni Rusiyanın hesabına ödəyirsiniz. Qalan hissəsini isə İrandan alırlar. Biz ki, Təbrizdən gələn bir deməli qaz xətti də mövcuddur və bu kimi deməli təzyiqlər var. Bugünkü vəziyyət necədir? Son sorğuların nəticələrinə görə, daha etibarlı deməli sorğuların nəticələrinə görə Paşinyan onun mülkü deməli müqavilə partiyasının 32,4% səsə malik olduğu qeyd olunur. Ondan sonra gələn partiyanın, yəni Samvel Karapetyanın Güclü Ermənistan deməli alyansının bu seçki öncəsi vəziyyəti belədir ki, onun təxminən 2 dəfə az, 16,4% səsə malik olduğu göstərilir. Yəni, ona bu qədər dəstək var. Bundan sonra Ermənistan, Hayastan bloku, bu keçmiş prezident Robert Köçəryanın, onun partiyasının isə təxminən 15,2% səsə malik olduğu göstərilir. Qarik Çarukyanın isə, Çiçəklərin Ermənistan partiyasının isə 8,8% səsə malik olduğu qeyd olunur. Və Ermənistan qanunvericiliyinə görə vəziyyət belədir. Partiya tək başına seçkiyə gedirsə, o parlamentə düşmək üçün 4%lik bariyeri aşmalıdır. 2021-ci ildə bu qayda müəyyən edilib, ondan qabaq 5%lik bariyeri idi. Yəni, hakim partiyanın parlamentdə yenidən mövqeyi qazanma və deputatları orada təmsil olunsun deyə 4% bariyeri keçməlidir. Yox, onlar 2-3 partiya birlikdə gedirsə, blok şəklində, 2 və ya 3 partiya blok şəklində gedirsə, 8%lik bariyeri aşmaq lazımdır. Yox, 4-dan başda 4 və ondan yuxarı birləşib blok şəklində daxil olurlarsa bu seçkiyə 10%lik bariyeri aşmaq lazımdır. Və indi adını çəkdiyim partiyaların parlamentdə təmsil olma şansı var, və qeyd etdiyim partiyaların. Və əsas məsələ odur ki, hakim partiyanın bu seçkinin nəticələrinə görə elə bir uduşu təmin etməsi ki, nəticədə koalisyon hökumət olmasın. Axı, koalisyon hökumət olsa kimlə olur? Koalisyon hökumət olsa, o girməlidir koalisiya Güclü Ermənistan partiyası, Samvel Karapetyan, hansı ki, dövlət hakimiyyətini zəbt etməkdə ittiham olunur və ev dustağıdır. Və birbaşa Rusiya vətəndaşı olub və eyni zamanda onun milyarderdir. Və əsas proqram tələblərindən biri də odur ki, hakimiyyətə gələcəyi təqdirdə bu kimi məsələlər qoyur. Yeri gəlmişsə Rusiya vətəndaşı olduğundan onun heç baş nazir seçilməsi özü bir müşkül məsələdir.
buna qanuni baxımdan buna heç icazə də yoxdur. Ancaq istənilən halda o 300.000 iş yeri açacaqlarını bəyan edirlər. Onlar seçili olacaqları təqdirdə. Apostol ki, erməni kilsəsinin möhkəmləndirilməsi, dəstək verilməsi və s. kimi siyasəti müdafiə edəcəklərini bəyan edirlər. Amma real vəziyyət bugün elədir ki, Paşinyanın bu seçkilərin favoritidir. Onun qalib gəlmək şansı yüksək qiymətləndirilir və debatların gedişatında da onun nəticələri çox yüksəkdir. Və nəzərə alsaq ki, Ermənistanın keçmiş prezidenti deməli Köçəryan, o hərbi cani, o hakimiyyətə o da can atır, amma onun nüfuzu kifayət qədər aşağıdır. Və bu günləri müxalifətin Ermənistanda ən böyük problemi bilirsiniz nədir? Ən böyük problem odur ki, 8 ildir Paşinyan hakimiyyətdədir. 8 il ərzində erməni müxalifəti bu revanşlar toplaşıb vahid bir namizəd seçə bilməyiblər ki, onun ətrafında birləşsinlər. Bugün bütün iqtidarı müdafiə edənlərin bir partiyası var. Əsas partiya və hakim partiya və bu hakim partiyanın bir lideri var. O da Nikol Paşinyandır. Amma adını çəkdiyim bu müxalifətdə dayanan və Paşinyanın siyasət əleyhinə fəaliyyət göstərən revanşist duyğularla yaşayan digər partiyaların isə birləşib vahid namizədlə çıxış etmək niyyətləri heç bir zaman effekt verməyib və bu baş tutmayıb. Ya bunlar hamısı birləşsə, daha təcrübəli bir siyasətçi Köçəryanın ətrafında birləşsələr, nəzərə alsaq ki, Köçəryanın erməni cəmiyyətində nüfuzu olduqca aşağıdır və ona verilən suallardan biri də odur ki, siz hakimiyyətdə olmusunuz, siz prezident olmusunuz, siz 10 il ərzində Ermənistan idarə etmişsiniz, bəs indi Paşinyanı ittiham edirsiniz ki, Qarabağı Azərbaycana təhvil verdi. Siz niyə Qarabağ problemini həll edə bilməmişdiniz? Siz kimi ittiham edirsiniz? Siz ki hakimiyyətdə idiniz, siz ki prezident idiniz və Nikol Paşinyan da yeri gəlmişkən bu seçki kampaniyasında çox açıq şəkildə aydın şəkildə öz oponentlərinin bu kimi ittihamlarını təkzib etdi və çox sadə dildə ifadə etdi ki, məni ittiham edirlər ki, mən Qarabağı Azərbaycana təhvil vermişəm. Bizə aid olmayan şeyi biz necə təhvil verə bilərik?